Salam, biz Kaspi Liseyinin 8-ci sinifi olaraq Yaşıl Dəhliz layihəsinə həvəsli qoşulduq. Bizim sinifin seçimi baxımda asan olan Dracena bitkisində dayandı. Dracena ev və ofis üçün məşhur dekorativ otaq bitkisidir. Öz uzun yarpaqları və nazik yarpaqları ilə fərqlənir. Ailəsi Asparagaceae, mənşəyi isə Afrikadır. Qulluq hissəsi. Qulluq hissəsində işıq ortamları olaraq parlaq və dolay işıqları çox sevirlər. Birbaşa günəş işığından qorumaq lazımdır. Və çox su verdikdə isə bitkinin kök hissəcikləri çürüyə bilər və çürüməsinə səbəb ola bilər. Temperatur olaraq isə 18 və 26 dərəcədə saxlamaq idealdır. Soyuq və cərəyan yerlərdə saxlanılmağı sevmir. Dracena bitkisinin qulluğu isə çox asandır. Sadəcə qurumuş yarpaqlarını kəsmək lazımdır. Amma diqqət etməli olduğumuz bir məqam var. Dracena bitkisi ev heyvanları üçün zəhərlidir və bu bitkinin yarpaqlarının quruma səbəbi balanssız su vermək, quru hava və keyfiyyətsiz sudur. Bunun üstün cəhətlərindən bir neçəsi isə dekorativdir, qulluğa asandır və havanı təmizləyir.